Səxavət Məmmədovun, Qədir Rüstəmovun, Arif Babayevin yurdundan, doğma Ağdam şəhərindən hər birinizi salamlayıram, hörmətli Qarabağlılar, əziz Ağdamlılar. Bu günləri 24 aprel tarixində mən bloger Orxan Şirinli növbəti Ağdam çəkilişimi sizə təqdim edirəm. Bu günləri Ağdam şəhərinə 110 ailə, 397 nəfər köç oldu. Bəli, buraya gələn növbəti Ağdamlılar bax bu gözəl evlərlə təmin olundular. Artıq onların 2 otaqlı, 3 otaqlı və eyni zamanda 4 otaqlı evləri var Ağdam şəhərində. Hərəsi müəyyən yataqxanalarda, Bakıda və digər ərazilərdə, ofistellərdə, məktəb binalarında yaşayan Ağdamlılar idi. İndi onlarla söhbət apardım və doğrudan da məlum oldu ki, onlar çox ağır vəziyyətdə yaşayıblar indiyənə qədər və onlar Ağdam həsrəti ilə 30 il ərzində məhz bu günü gözləyiblər. Elə isə həmən gün gəlib Ağdam şəhərinə köç, 6-cı köç baş tutdu və hər kəsin üzündə bir sevinç var. Hər kəs, necə deyərlər, həqiqətən də bu günü gözləyirmiş. Bu gün köçən insanlarla yanaşı mən eyni zamanda indiyənə qədər bura köçən insanları da danışdırdım. Yəni 5-6 ay əvvəl, yəni 2-3 ay əvvəl, 2 ay əvvəl, 1 ay əvvəl köçən insanlar. Hər birisi deyir ki, doğrudan da buranın havası o qədər gözəldir ki, burada biz həqiqətən də təzyiq xəstəsi olan adamlar artıq nə təzyiq dərmanı atırıq, nə də başqa bir dərman atırıq. Doğrudan da əhvalımız o qədər xoşdur ki, həqiqətən də artıq heç bir xəstəliyimiz qalmayıb bu doğma vətəndə. Bəli, doğrudan da aprel ayıdır, çox möhtəşəm bir hava var. Elə hava əsl köç havasıdır Ağdam şəhərinə. İndiyənə qədər burada yaşayanlar və indən sonra buraya köçən bütün Qarabağlılar, hər biriniz Ağdamımıza xoş gəlmişsiniz, səfa gətirmişsiniz. İndən sonra gələnlərə də narahat olmayın deyirəm. Burada binalar artıq yavaş-yavaş ucalır. Hansı ki, 1-ci, 3-cü və 4-cü yaşayış məhəllələri hansı ki, tikilməyə artıq başlayıbdır. 4-cü yaşayış məhəlləsində bu ilin sonuna kimi bilirsiniz ki, artıq işlər yekunlaşacaq və orada köç prosesi inşallah ki olacaq. Bütün Ağdamlılar məhz doğma elinə, obasına qayıdacaq. İnşallah burada çəkilişlərimiz bitdiyi anda artıq biz çay evinə yollanacağıq. Bütün Ağdamlıların həsrətlə gözlədiyi o çay evi görək neçə mərtəbə qalxıb, ucalıb. Bizim növbəti ünvanımız məscidin qarşısına olacaq və oradan da gözəl bir reportaj sizə təqdim edəcəm. Hələlik özünüzdə müğayət olun. Aleykümselam, Ramil Abişov, rəhbər oğlu. Mən 1993-cü ildə Ağdam rayonu tərkibində 6-cı sinifdə oxuyordum. Və bir gün də çox şadam ki, bu günləri mən öz doğma yurduma, torpağıma qayıdıram və bunun qayıtmağımda borcunu ilk növbədə şəhidlərimizə, Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, Allah qazilərimizə şəfa versin, Allah prezidentimizə də can sağlığı versin. Prezidentimizin siyasəti nəticəsində, yumruğu nəticəsində bu torpaqlar geri qaytarıldı. Və bu günlərin bu yaşanan sevinci həqiqətən görmək böyük hissdir. Bu hissi hər bir, yəni məcburi köçkünə qismət olmasını arzu edirəm və hər bir evdə də toy büsat olsun. İndən belə dərd, yəni ağır günlər görməyək, ancaq xoş günlər görək. Mənim üçün xoş oldu ki, bu günləri mənim izlədiyim bir insana mən müsabiqə verirəm. Allah bir adam. Və bir gündə də mənə 3 otaqlı ev düşdü. Və hər bir kəsə yenə arzu edirəm ki, həmən evlərdə ancaq xoş günlər olsun. Ancaq toy, büsat, ad günləri, yəni qəmli günlər olmasın. Yəni çünki bu qəmli günləri yaşadıq, gördük. Bundan sonra ancaq xoş günlərə layiq. Bəli. Və burada da bu işləri təşkil edən qardaşlara təşəkkür edirəm ki, bu günlərim bu gələn insanların qulluğunda dururlar və hər birini gözəl, münasibətlə, gülər üzlə hər birinin yerlərindən yerləşdirirlər. Çox sağ olun, təşəkkür edirəm. Bir daha xeyirli olsun. Çox sağ olun. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Tanımadığımız, bilmədiyimiz əşyaları göstərərkən 102 və yaxud da ana 85 qaynaq xəttinə müraciət etməyinizi hər birinizdən xahiş etsə. Bir daha mən də təbrik edirəm. Öz adımdan da anama kazeti adından xeyirli uğurlu olsun. Sağ olun.
Allah xeyrimizi versin. Sağlıqlarımıza qismət olsun hamının. Amin inşallah. Devlətimizə dəyməsin, prezidentimizə dəyməsin. Şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Saldatlarımıza dəyməsin. Vətənimiz sağ olsun. Siz sağ olun. Allah hamının köməyi olsun. Amin inşallah. Hardan gəlmisiniz? Ağdamdan, Ağdam Qaşqırıyam, Quzanlıda yaşayıram. Uzaqda yaşayırdınız, gəldiniz buraya artıq. Yəqin hərdə danağayıraq. Xeyirli eləsin, Amin. yaşamağa nəsib eləsin. Baxın, gözəl şəraitdir. Amin. Üç otaqlı ev. Sağlığınıza qismət. Hamının sağlığına qismət olsun. Allah hamının köməyi olsun. 30 ildən sonra indi qaçanda 33 yaşım var idi, indi 68 yaşım var. 8 yaş. Hə. 5 nəfərdən qaçmışdım, indi 5 dənə nəvəm var. Maşallah olsun. Allah köməyiniz olsun, sizə də qismət olsun. Hamıya qismət olsun, hamı nəvə görsün. Amin inşallah. Allah belə kömək olsun prezidentimizin, belə nətədim, icra hakimiyyətimizin, belə canı sağ olsun ki, belə gözəl evlər, belə cəmaata tikib verib başına dönüm. Belə 30 il bundan qabaq belə çıxmışıq, indi bu yaşımızda gəlmişik. Allah hamısını kömək olsun, prezidentimizin canı sağ eləsin, başçımızın onu kimi, nə bilim, şahidlərimizə Allah rəhmət eləsin, qazilərimizə də Allah kömək eləsin, qadan alın. Sağ olun. Siz hardan gəlmisiniz? Mən də elə Ağdamın Quzanlı kəndindən gəlmişəm. Quzanlı kəndindən gəlmisiniz. Neçə otaqlı evlə təmin olunmusunuz? Elə 2 otaqlı. Allah xoşbəxt yaşamağı nəsib eləsin. Sağ ol, qadağan, sağ ol. Allah hamıya belə evlər, hə, sağ ol. Hamıya belə qismət eləsin. Amin. Belə evlər, hə, hamıya. Çox sağ olsun belə prezidentimizi, başçımızı, belə ömrü uzun olsun. Amin, amin inşallah. Var olun. Sağ ol, qadağan, sağ ol. Bəli, hörmətli tamaşaçılar, mən sizi Ağdam şəhərində yeni verilən 3 otaqlı evdən salamlayıram. İndi gəlin görək 3 otaqlı ev necədir. Birinci otaq bu otaqdır. 3 otaqlı evin zalı da adlandırmaq olar bura. Gözəl bir burada işıq saçan qoyulubdur. Bizim dildə desək, lüksdur. Yəni buradan gözəl bir mənzərə açılır. Məhəllə parkına. İndi görürsünüz insanlar burada artıq hər birisi köçən insanlardır. Və indi gedək digər bir otağa. Bu bir otaq idi. Baxın, indi burada bir dənə hamam və ayaq yolu olan hissəsi var. Çox gözəl dizayn olunubdur. Həqiqətən də hər bir şey yüksək səviyyədə. İkinci bir qapı ayaq yolu olan hissəsidir. Yəni həmişə dediyim kimi burada ayaq yolu ayrıdır, hamam ayaq yolu ayrıdır. Təsəvvür edin, biri hamamdadır,
İndi məcburdur ki, ayaq yolu olmasaydı məcburdur ki, o hamamdakı çıxsın ondan sonra. Amma şükür, qəşəng, gözəl şərait yaradıblar. Növbəti bir ayaq yolu burada inşa ediblər. Burada mətbəxdir. Baxın, mətbəx olan hissəsidir. Burada indi bilirsiniz ki, Ağdam şəhərində qaz filtrəsi yoxdur, elektrik filtrəsi qoyublar yeməklərinizi burada bişirmək üçün. Bu da mebeldir. Yəni artıq mətbəx mebeli köçəndə almağa ehtiyac yoxdur. Burada hər birisi dövlət tərəfindən qoyulubdur. Burada da 2 etajlı qab yuma yeridir, krantı olan hissədir. Mətbəxdən eyvana qapı açılır. Bu eyvanda çox yekədir. Baxın, nə boyda bir eyvanı var. Elə burada da operatorumuz zəhmət olmasa çəksin. Köçən insanlar indi hər birisi öz evlərini axtarırlar, haçarları alıblar və artıq onlar da öz evlərinin yerini müəyyənləşdirirlər və əşyalarını həmin evə qaldıracaqlar inşallah. Mətbəxdən keçirik digər bir otağa. Sol qapıdan bir dənə də yataq otağı var. Burada da deməli lüstrla təmin olunubdur. Divar kağızlı ilə üzlənibdir və buradan da eyvana bir qapı açılır. 3 otaqlının eyvanı çoxdur. Bu eyvan digər eyvana nəzərən biraz balacadır, amma yenə də var. Yəni buradan da şəhərə gözəl mənzərə açılır. Bu hissə isə burada yaşayan insanlar rahat şəkildə maşınlarını bax bu qaraja, yeraltı avtoparka verərək rahat şəkildə öz binalarına qalxa biləcəklər. İndi gedək görək sonuncu evimiz, yəni otağımız, sonuncu otağımız necədir? Baxın, bu da geniş bir otaqdır. Buranın da deməli eyvanı var, amma bilirsiniz ki, mətbəxdən qapısı açılır həmin eyvana. Və buranın da mənzərəsi doğrudan da qəşəngdir. Həqiqətən də verilən evlər göz oxşuyur. Allah xeyir versin bütün Ağdamlar. Gəlin, Ağdam şəhərində yaşayın, xoşbəxt yaşayın. Həqiqətən də buradakı evlər superdir. Buranın da divar kağızı başqa bir divar kağızı ilə, yəni rəng baxımından başqa bir rənglə üzlənibdir. Demək olar ki, hər burada divar kağızları tam fərqli rəngdə üzlənibdir. Koridorun da divar kağızının rəngi bambaşqadır. Həqiqətən də çox gözəldir. İndi biz burada koridora çıxdığımız zaman geniş bir koridoru var. Bu koridorda da bir neçə 2, 3 və buradan isə növbəti evlər başlayır. İşıqlar ağıllı işıqlardır. Yəni insan yaxınlaşdığı zaman yanmağa başlayır. Burada da bir otaq var. İndi hər kimindirsə Allah xeyir versin. Buranın da necə deyərlər, otağı çox genişdir, yaxşıdır. Buradan da məhz yenə də gözəl bir mənzərə açılır. Bütün hər bir şəraitlə təmin olunub məhz buradakı binalar. Mən sizə həm evin daxilini, həm də xaricini göstərdim. İnşallah siz də tezliklə öz yurdunuza köçəsiniz. Sağ olun. Xeyli vaxtdır buradayam, bir 2 aya yaxındır. Cəmaatımızı təbrik edirəm. Gözləri aydın olsun hər birinin, gələn vətəndaşlarımızın. Çox gözəl, çox qəşəng, yaşayışımız əla, ab-ı havası gözəl. İnşallah iş güclə düzəldikcə yaxşı olar Allahın köməkliyi ilə. Mən eşitmişəm ki, buraya gələn insanlarda təzyiq xəstəliyi yoxa çıxıb. Yəni buranın havası, təmizliyi, onların bəzi xəstəliklərini Elə demək olar ki, hə, ab-ı hava hər şeyi təmin edir, təbiət hər şeyi sağaldır. Yəni belə o nətər deyərlər, əsas bizə nə lazım idi? Torpağımızın azadlığı, evimizin, eşiyimizin olmağı, o da var. Bugünkü günə şükür. Neçə otaqlı evlə təmin olunmuş? 3 otaqlı evlə təmin olunmuşam. Allah olmayanlara qismət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Vaxtında gəlirmi? Hər şey qaydasında. Elə bir çətinliyimiz yoxdur onunla bağlı. Yəni suyumuz, işığımız daimidir. Hər şey qaydasındadır. İnternet də var. Əməkdaşların hamısı bizim köməyimizdədir. Nə lazım olsa deyirik. Həll edir. Qısa vaxtda həll eləyirlər. Heç bir çətinliyimiz də yox. Təşəkkür edirəm. Minnətdaram. Allah razı olsun. Salam, xoş gəlmisiniz Ağdama. Artıq buradan
evlə təmin olundunuz? Neçə otaqlı ev aldınız? Xoş günümüzə gələk hamının. Allah hamının canı sağ eləsin. 2 otaqlı ev almışıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Hamıya xeyir dua arzulayıram. Hamıya qismət olsun. 2 otaqlı. Hamıya Ailədə xeyir. neçə nəfər idi? 3 nəfər. Allah xeyir versin inşallah. Sağ olun. Hamıya. Yaşayın. Sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Minnətdaram. Sağ olun. Bugünkü günə Allah'a şükür olsun ki bu cemaat qayıdır yerinə, yurduna, obasına. Hə. Mən arz edirəm ki, şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı. Dövlət başçımıza da canı sağ olsun. Bu torpaqları qaytarıb, bu evləri tikib cemaatı təmin eləyir. Hə. Bu sıradan sevincim çoxdur. Həyəcanlıyam, ona görə çox danışa bilmirəm. Hə. Bilinir, bu da təbii haldır. Yəni uzun illər sonra hər kəs doğma yurduna, öz Ağdam şəhərinə, Ağdam elinə, obasına qayıdır. Burada indi görürük ki, neçə illərin qonşuları burada bir-birini görürlər. Əlbəttə, Həqiqətən hə. onlar üçün əvəz edilməz bir hissdir. Təşəkkür edirəm sizə. Çox sağ olun, çox sağ olun. Ali Baş Komandandan verdi əmri. Dedi, haydi igidlərim, gedin irəli. Öldürün bu məfhur erməniləri, desinlər ki, bu torpaqdan gedirik, Qarabağ sizə təhvil veririk. Şanlı ordum, qələbəni qazanın. Erməninin anasını ağladın. Diz çökürüb ayağına yalvardın. Desinlər ki, bu torpaqdan gedirik, Qarabağ sizə təhvil veririk. Qırın ermənini, kəsin kökünü. Alın Qarabağı, kəsin sözünü. Desinlər dünyaya sözün düzünü. Qarabağ, Azərbaycanlı çıx gedirik. Bu torpağı sizə təhvil veririk. Bu torpaqdan təmizlən yağını, Andıranı kimi kəs qulağını, bütün şəhidlərin alın qanını. Desinlər ki, bu torpaqdan gedirik, Qarabağı sizə təhvil veririk. Sağ olun. Dövlət burada həm böyüklərə, həm də balacalara, az yaşlılara çox gözəl şərait yaradıb. Məhz elə bu meydança da, bu mini futbol sahəsi də bunlardan biridir. Həqiqətən də Ağdam şəhərində gəlib yaşamağa dəyər. Haydi uşaqlar! Hey, hey! Ay,
Hörmətli Ağdamlılar, əziz Qarabağlılar, mən hal-hazırda Ağdam Cümə məscidinin olduğu ərazidəyəm. Bura Ağdam Cümə məscidinin böyrü və yan hissəsidir. Necə deyərlər, burada yardımçı binalar artıq tikilməyə başlayıb. İstəyirəm bu barədə məlumat verəm. Bax, bu gördüyünüz bünövrə Ağdamın yardımçı binalarının tikildiyi ərazidir. Hansı ki, burada insanların rahat şəkildə dəstəmaz alması üçün olan binalar olacaq, həm bəylər, həm xanımlar üçün. Və eyni zamanda isə burada cənazələrin yuyulması üçün də bir bölmə ayrılıbdır. Hansı ki, o binada da cənazələr yuyulacaq. Ağdam Cümə məscidinin ərazisi çox geniş olacaq. Buradan yol gələcək və bu binaların, yardımçı binaların arxa hissəsi isə bağ kimi salınacaq. Yəni, abadlaşdırılacaq, yaşıllıq zonası ilə əhatə olunacaq və Ağdam Cümə məscidi öz əvvəlki əzəmətinə gətirilib çatdırılacaqdır. Bax, burada arxa hissəsidir. Arxa hissəsinə dediyim kimi yol çəkiləcək və bilirsiniz ki, Heydərliyev Fondu tərəfindən də Ağdam Cümə məscidinin restorasiya işləri aparılıb və müasir formaya gətirilibdir. Bildiyiniz kimi, Ağdam Cümə məscidi ermənilərin vandalizminə məruz qalmışdı və bina tam yararsız vəziyyətdə idi. Keçmişə nəzər salanda isə Ağdam Cümə məscidində donuzların saxlanılması da çox özünü əyani şəkildə büruzə verirdi. Siz Google-da axtarış etdiyiniz zaman ermənilərin bu vəhşiliyinin şahidi olmuş olacaqsınız və çoxlarınız da zaten bunu bilirsiniz. Amma Ağdam şəhəri 2020-ci ildə işğaldan azad edildikdən sonra Heydərliyev Fondu məhz burada restorasiya işləri apardı və məscidin günbəzləri, xarici görünüşü və daxili görünüşündə təmir bərpa işləri aparıldı və yeni formaya gətirildi. Bu ərazidə isə söhbətgah yaradılacaq. Buraya gələn namaz qılan şəxslərin məscidin ərazisində rahat şəkildə oturub dincəlməsi üçün söhbətgah bölməsi yaradılacaq. Bilirsiniz ki, məscidimiz Ağdam şəhərində tarixi qədim bir məsciddir. Məscidin qarşısında isə mərkəzi park, müasir Ağdam şəhərinin ən böyük mərkəzi park ərazisi inşa olunur. Ağdamların ən sevdiyi, belə Ağdamın simvolu hesab olunan Ağdam çay evi də məhz məscidin qarşısında inşa olunur və indi mən oranı sizə çəkib göstərəcəm. Ağdam Cümə məscidinin qarşısında sağ tərəfində Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş bulaq abidə kompleksi tikiləcək. Artıq çox işlər görülüb. Yaxın zamanda məhz bu bulaq da istifadəyə veriləcək. Bulağın yanında isə yenə dediyim kimi söhbətgah olacaq və o qarşıda bildiyiniz kimi az öncə məlumat verdim. Dəstəmaz otaqları, cənazə yuyulması üçün yer olacaq. Arxa tərəf isə yaşıllaşmış bir zonanı əhatə edəcək.